Xoş gördük dəyərli izləyicilərimiz. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz Yüksək Texnologiyalar Parkının və qarşıdakı, belə deyək də, zamanlarda açılışı baş tutacaq Sabah City layihəsi haqqında danışacağıq. Özəl müsahibənin özəl qonağı isə bugün Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidovdur. Nihat müəllim, xoş gördük sizə özəl müsahibədə. Xoş gördük. Nihat bəy, gəlin başlayaq ki, qurum hansı işləri görür və ümumiyyətlə Yüksək Texnologiyalar Parkı yaxın gələcəkdə Azərbaycanda hansı funksiyanı yerinə yetirəcək? Yenilikləriniz varmı? Məsələn, bəlkə ekskluziv olaraq özəl müsahibə üçün açıqlamalarınız olar. Buyurun. Təşəkkür edirəm, çox sağ olun sualınız üçün. Bildiyiniz kimi Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il sərəncamı ilə yaradılmışdır və o sərəncamda da Yüksək Texnologiyalar Parkının yaradılmasının əsas məqsədləri qeyd olunmuşdur. Bu məqsədlər iqtisadiyyatın davamlı inkişafına, rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərməkdir, müasir texnologiyalara əsaslanan sahələrin genişləndirilməsinə dəstək göstərməkdir, elmi tədqiqatların aparılmasına, elmi tədqiqatların kommersiyalaşmasına dövlət dəstəyinin artırılmasıdır. Və bu dəstəyi həmin o sərəncamda da qeyd olunduğu kimi əsasən biz infrastruktur vasitəsilə həyata keçiririk. Yüksək Texnologiyalar Parkı bir ümumi danışsaq bir infrastruktur layihəsidir və innovasiya ekosistemi üçün, elmi tədqiqat ekosistemi üçün verdiyi əsas töhfə infrastrukturun təmin olunmasıdır. Bu baxımdan biz gələcəyə doğru baxsaq, bildiyiniz kimi Yüksək Texnologiyalar Parkının bazasında dövlət özəl tərəfdaşlığı çərçivəsində bir sıra özəl tərəfdaşların iştirakı ilə, dövlət və özəl tərəfdaşlarının iştirakı ilə Sabah City layihəsi həyata keçirilir. Bu Sabah City layihəsinin başlıca məqsədi ilə Yüksək Texnologiyalar Parkının başlıca məqsədi ilə üst-üstə düşür. İnfrastrukturun təmin olunmasıdır. İnfrastruktur dedikdə biz burada müasir laboratoriyalardan danışırıq, müasir tədris zonalarından danışırıq, startaplar və elmi kommersiyalaşan layihələr üçün coworking mərkəzlərindən danışırıq. Yəni başlıca məqsəd bu infrastrukturun yaradılmasıdır. 20 hektarlıq bir ərazidə 100 min kvadrat metrdən çox bir infrastruktur yaradılacaq. Onlarla laboratoriyalar, onlarla tədqiqat mərkəzləri, onlarla coworking mərkəzləri burada yer alacaqlar. Bu baxımdan infrastruktur dəstəyi düşünürük ki, olduqca önəmlidir. Həm öz-özlüyündə önəmlidir infrastrukturla təminat, çünki bu müasir laboratoriyalara, müasir iş məkanlarına çıxış deməkdir. Həmçinin bu infrastruktur bizə o imkanı yaradır ki, biz bu ekosistemdə bir sıra tərəfdaşları bir araya bir fiziki məkana yığa bilək. Yəni bu tələbələrdir, tədqiqatçılardır, startaplardır, şirkətlərdir. Bunları biz bir araya yığmaqla məqsədimiz bu fərqli tərəflər arasında sinerjilərin gücləndirilməsidir. Biz bilirik ki, innovasiya elə bir sahədir ki, burada əməkdaşlıq olduqca önəmlidir və görünən və görünməyən sinerjiləri belə deyək, əldə etmək innovasiya məhsulunun sonda gəlib ortaya çıxmasına böyük töhfə verəcəyinə inanırıq. Baxın, az öncə toxundunuz ki, elmi tədqiqatların kommersiyalaşdırılması. Ümumiyyətlə, bu necə nizamlanacaq və yaxud da ki, tələbələr haqqında dediniz ki, bax, o tələbələr arasında belə deyək də, innovasiya ruhunu necə aşılayacaqsınız? Burada məsələ nədir? Yəni, gəlin iki yerə bölək. Birinci, elmi kommersiyalaşması məsələsi. Hamımız bilirik ki, son illərdə Azərbaycanda Azərbaycan alimləri tərəfindən nəşr olunan məqalələrin həm keyfiyyətində, həm kəmiyyətində ciddi artım müşahidə olunur. Biz Yüksək Texnologiyalar Parkı olaraq bizim məqsədlərimizdən biri az öncə vurğuladığım kimi elmin kommersiyalaşmasına dəstək göstərmək olduğu üçün biz düşünürük ki, bu potensialdan doğru şəkildə biz istifadə edə bilərik. Azərbaycan alimlərinin potensialından doğru şəkildə istifadə edə bilərik və elmi sadəcə elm üçün yox, elmi həmçinin iqtisadi artım üçün, iqtisadi inkişaf üçün, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün istifadə edə bilərik. Bunun üçün olduqca önəmlidir ki, tədqiqatlar laboratoriyalarda və kağız üzərində qalmasın, kommersiyalaşsın. Bunun üçün biz nələr edəcəyik Yüksək Texnologiyalar Parkında? İndi bizim infrastruktur hazır olduqca biz bir araya sənayeni və elmi bir araya gətirərək, həmçinin burada tələbə komponenti də var. Biz inanırıq ki, bu əməkdaşlıqlar gəlib ona çıxaracaq ki, elmlə sənaye arasında bağlar daha da güclənəcək.
Amma biz bunu sadəcə biz onları gətirib bir fiziki məkanda yerləşdirməklə kifayətlənmirik. Biz bu hər iki tərəf üçün müvafiq proqramlar, müvafiq layihələr həyata keçirəcəyik. Bu layihələrdən başlıcası elə texnologiya transferi layihələridir ki, ümumiyyətlə dünyada texnologiya transferi layihələrinin əsas məqsədi məhz elə elmi tədqiqatları sənayedə tətbiq olunmasına dəstək göstərməkdir. Bizim qurduğumuz, hal-hazırda üzərində çalışdığımız elə bu texnologiya transferi layihəsi də məqsədi budur ki, Azərbaycan alimlərinin Azərbaycan iqtisadiyyatı ilə bağlamaq üçün o körpü rolunu oynamaqdır. Yaxın gələcəkdə biz bu layihələrə start verəcəyik. İlkin pilot layihələr həyata keçirilib, amma biz bunu daha geniş miqyasda həyata keçirməyi planlaşdırırıq. Və bu texnologiya transferi proqramı çərçivəsində biz alimlərə maliyyələşmə imkanlarına çıxışda dəstək göstərəcəyik, sənaye ilə əlaqələrin qurulmasında dəstək göstərəcəyik, patentləşmə məsələsində dəstək göstərəcəyik, ofis təminatı, infrastruktur təminatı, bu sahələrdə dəstək göstərməklə biz çalışırıq ki, bu elmin kommersiyalaşmasına ciddi bir töhfə vermiş olaq. Tələbə tərəfində isə qeyd etdiniz ki, tələbələrdə necə biz o innovasiya ruhunu yaratmağı planlaşdırırıq. Biz Sabah City layihəsi çərçivəsində 3 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edirik. Müqavilələrimiz var, razılaşmalarımız var və bu 3 ali təhsil müəssisəsinin tələbələrinin Sabah City-də yerləşməsi planlaşdırılır infrastruktur hazır olduqdan sonra. Və o tələbələr ora gəldikcə biz onları da orada kifayət qədər fərqli növ proqramlarda onların iştirakını təmin edəcəyik. Həmçinin bu həm tədris proqramlarıdır, həmçinin də startap inkişafı proqramları, startap inkubasiya, startap akselerasiya proqramları, venture studio proqramlarıdır ki, harda ki biz bu tələbələrin potensialından maksimum istifadə etmək üçün və onlara bu innovasiya ruhunu aşılamaq üçün bu layihələri həyata keçirəcəyik. Sabah City layihəsi Yüksək Texnologiyalar Parkının ekosistemində belə deyək, hansı strateji rol oynayacaq? Sabah City layihəsi Yüksək Texnologiyalar Parkının gələcək deyərdim 4-5 ildə əsas prioritet layihəsidir. Mən deyərdim ki, bu bizim flaqman layihəmizdir və bu layihə çərçivəsində qeyd etdiyim kimi Yüksək Texnologiyalar Parkının tam ərazisində bir yeni bir infrastruktur qurulacaq, yeni bir innovasiya şəhərciyi qurulacaqdır. Digər istiqamət mən deyərdim ki, sənayeni və dövlət qurumlarını innovasiya, elmi tədqiqat sisteminə cəlb etməkdir. Düşünürük Sabah City layihəsi burada çox vacib rol oynayır. Çünki onların bu sənayenin, dövlət qurumlarının fərqli növ innovasiya yönümlü şöbələri, idarələri və ya bəlkə də törəmə müəssisələri gəlib Sabah City-də yerləşərək elmi tədqiqata, innovasiyaya daha yaxın ola bilərlər və biz onların belə deyək, onların da potensialından daha yaxşı istifadə edə bilərik. Sabah City layihəsi çərçivəsində biz bir sıra regional və qlobal texnoparklarla əməkdaşlıq edirik. Əsasən Türkiyədəki texnoparklarla və həmçinin Mərkəzi Asiyadakı texnoparklarla. Məqsədimiz ondan ibarətdir ki, bu regionda bu bağların yaradılması üçün startaplar arasında, elmi tədqiqatlar arasında o bağların yaradılması üçün bu texnoparkları bir platforma kimi istifadə edək. O baxımdan düşünürük ki, Sabah City layihəsi ekosistemin inkişafına töhfə verəcək. Yəni Sabah City-də biz təhsil, elm və biznes sahələrini görə biləcəyik. Bəli, əsas məqsədimiz də odur. Siz az öncə Nihat bəy, deməli startaplar mövzusuna toxundunuz. Baxın, müəyyən bir qism gənclər deyək ki, öz ideyalarını xaricə daşıyırlar, xaricə aparırlar. Sabah City çərçivəsində hansı dəstək mexanizmləri göstəriləcək ki, bax bizim o müəyyən qism dediyimiz gənclərimiz elə öz ideyalarını bax burada elə Sabah City-də həyata keçirsinlər? Mən təşəkkür edirəm sualınız üçün. Burada bir sıra dəstək mexanizmləri mövcud olacaq. Həm qeyd etdiyim kimi təhsil proqramları mövcud olacaq. O startap ideyalarını real bazara çıxarmaq üçün, kommersiyalaşdırılması üçün fərqli növ inkubasiya, akselerasiya proqramları mövcud olacaq. Sabah City-də bir neçə venture fondunun olması, yerləşməsi planlaşdırılır. Mövcud venture fondlarının ofislərinin orada yerləşməsi planlaşdırılır. Bu da o deməkdir ki, o gənclərin maliyyələşməyə çıxış, yəni startap maliyyələşməsinə çıxışı olduqca asanlaşdırır. Çünki elə orada Sabah City-yə
birlikdə həm inkubasiya layihəsi, həm akselerasiya layihəsi, həm maliyyələşməyə çıxış, bunların hamısını bir məkanda sanki bir pəncərə mexanizmi çərçivəsində startaplar, gənclərimiz əldə edə bilərlər. Həmçinin ofis təminatıdır, infrastruktur təminatıdır. Orada yerləşən tədqiqatçılar, digər startapçılar, digər şirkətlərlə şəbəkələşmə imkanıdır. Bütün bu imkanları təbii ki, Sabah City təmin edəcək və burada digər məsələdə də bir məsələni vurğulamaq istərdim ki, Azərbaycanlı gənclərin hansısa startapı xaricdə reallaşması və ya burada yaradıb xaricə daşıyıb orada daha da genişləndirilməsi biz o qədər də neqativ bir hal kimi görmürük. Çünki təcrübə onu göstərir ki, əgər Azərbaycanlı gənc tərəfindən bir layihə burada yaradılırsa, genişləndirilirsə xarici ölkələrə və ya buradan daşınılırsa xarici ölkələrə, bunun da əslində bizim innovasiya ekosistemi üçün töhfəsi var. Əsas məsələ odur ki, biz o bağları itirməyək və bir Azərbaycan gəncinin xaricdə hansısa reallaşdığı layihə varsa, o layihənin bu və digər formada bizim ekosistemə də töhfəsini təmin edək. Düşünürük ki, biz Sabah City layihəsi olaraq bu bağların yaradılmasında bəlli bir rol oynayacağıq. Daimi bizim o, belə deyək, gəlin bunlara diaspora startapları deyək və bu diaspora startapları ilə daimi əlaqələrin saxlanılması onların yerli ekosisteminin inkişafına töhfəsini artırmaq üçün onlarla daimi əlaqələrin saxlanılmasını təmin edəcəyik. Universitetlərin və elmi institutların ortaq istifadə modeli Sabah City-də belə deyək, necə işləyəcək? Təşəkkür edirəm. Burada bəli, biz yaradacağımız infrastrukturda məqsədlərdən biri də odur ki, burada maksimum belə deyək, səmərəlilik əldə edək. Bu səmərəlilik də özünü qismən siz dediyiniz suala qayıtsaq, qismən onda biruzə verəcək ki, bəlli bir ortaq laboratoriyalar qurulacaq Sabah City-də. Bu ortaq laboratoriyalar artıq hər hansısa bir universitetə, hər hansısa bir elmi tədqiqat institutuna bağlı olmayacaq. Bu ortaq laboratoriyalar bütün elmi tədqiqat icması üçün, bütün innovasiya ekosistemi üçün açıq olacaqdır. Bunu biz bu shared lab məntiqi ilə həyata keçiririk. Yəni paylaşıla bilən laboratoriyalar. Yəni bu universitetlər, elmi tədqiqat institutları birgə laboratoriyalardan istifadə edə biləcəklər və burada tək laboratoriyadan söhbət getmir. Həmçinin biz laboratoriya dedikdə həmişə ağlımıza neft, qaz, kimya, fizika laboratoriyaları gəlir, amma həmçinin burada kompüter laboratoriyalarında vurğulanmalıdır. Superkompüterlərlə təchiz olunmuş laboratoriyalar, hansı ki, indi müasir belə deyək, süni zəka dövründə olduqca önəmlidirlər onların istifadəsi. Yəni burada hamı birgə istifadə edə biləcək infrastrukturun yaradılması planlaşdırılır. Həmçinin biz universitetləri və elmi tədqiqat müəssisələrini bir-birinə bizim bu az öncə qeyd etdiyimiz texnologiya transferi layihəsi çərçivəsində bir-birinə onları bağlamağı hədəfləyirik və onların birgə layihələrinin sənayedə tətbiqinə dəstək göstərməsini hədəfləyirik. Burada məqsəd odur ki, Sabah City-də yerləşəcək elmi tədqiqat institutları, ali təhsil müəssisələri, sənaye bu Sabah City-ni birgə bir infrastruktur kimi görsünlər. Yəni burada hansısa bir universitetə, hansısa bir sənayeyə bağlı laboratoriya yox, infrastruktur yox, layihə yox. Bu ortaq bir layihələrdir, hansının ki, üzərində hamı əl-ələ verib çalışır. Və biz bunu təmin etmək üçün təbii ki, biz əlimizdən gələni edəcəyik. İnfrastruktur təminatından başqa da bir sıra layihələrlə biz bunu təmin edəcəyik. Və düşünürük ki, burada əməkdaşlıqlar, qeyd etdiyiniz ali təhsil müəssisələri ilə elmi tədqiqat institutları arasında əməkdaşlıq kifayət qədər yüksək olacaqdır. Az öncə süni zəka ilə bağlı bir fikir səsləndirdim. Süni intellekt necə tətbiq olunacaq Sabah City-də? Ümumiyyətlə bununla bağlı hansı yeniliklər olacaq? Bəli, burada bir sıra yeniliklər, bəlkə də bu belə deyək, qeyd etdiyiniz kimi ekskluziv bir xəbərlər olacaq. Biz Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Sabah City layihəsi çərçivəsində yeni süni intellekt institutunun yaradılmasını
planlaşdırırıq. Bu təbii ki, ayrıca bir elmi tədqiqat institutu deyil. Bəzən biz institut deyəndə bu sözü çox şişirtmiş oluruq. Bu layihə komandasıdır. Bu universitet nəzdində yaradılacaq bir komandadır və süni intellekt sahəsində bəlli bir tədqiqatları aparacaq. Həmçinin sabah CC-də qurulacaq süni intellekt laboratoriyalarında da bu tədqiqatları aparacaq bir komanda formalaşacaq. Biz burada Azərbaycan Dövlət Neft və Sənaye Universitetini tamamilə dəstəkləyirik, infrastruktura çıxışına dəstəyi formalaşdırırıq. Həmçinin universitetin bu sahədə aparılacaq tədqiqatlarının sənayedə tətbiqini də dəstəkləməyi planlaşdırırıq. Yəni bu bizim Adensu ilə apardığımız layihədir. Amma digər tərəfdən isə biz süni intellekt əsaslı startapları da təbii ki, sabah CC-də dəstəkləyəcəyik. Bildiyiniz kimi artıq elə bir yerə çatmışıq ki, süni intellekt komponenti olmayan startap demək olar ki, qalmayıb və ya varsa o startap çox da rəqabət qabiliyyətli deyil, maliyyələşmə əldə etməkdə çətinlik çəkir və onun uğuru sual altına qoyulur. Ona görə süni intellektin tətbiqi həm startaplarda, həm kommersiyalaşan elmi tədqiqat layihələrində olduqca önəmlidir. Bu istiqamətdə biz düşünürük ki, elə ora gələcək ali təhsil müəssisələrimizlə birlikdə bir sıra təhsil proqramları həyata keçirəcəyik. Bizim startaplara dəstək proqramlarımız, inkubasiya, akselerasiya proqramlarımız süni intellekt fokuslu olacaq və ümumilikdə süni intellekt startapları bizim belə deyək, prioritet istiqamətlərdən biri olacaqdır. Bu əslində Adensudan gələn təşəbbüsdür. Biz sadəcə bunu dəstəkləyirik. Bizim ali təhsil müəssisələri ilə əməkdaşlığımız bu formadadır ki, biz onlarla bəlli bir razılığımız var ki, onlar sabah CC layihəsində iştirak edir. Amma bu iştirakın formatı, məzmunu artıq universitet tərəfindən formalaşdırılır. Sırf bu süni intellekt məsələsi ilə bağlı bu təşəbbüs universitet tərəfindən gəlmişdir. Digər universitetlərimiz tərəfindən də müvafiq təşəbbüslər var. Mən düşünürəm ki, universitetlər bu seçimi onun əsasında edirlər ki, ənənəvi güclü olduğu istiqamətlərdə məhz o mərkəzləri yaradırlar, o laboratoriyaları yaradırlar və o güclü olduğu istiqamətlərdə olan o təhsil proqramlarını sabah CC-nin ekosisteminə inteqrasiya edirlər. İstər yüksək texnologiyalar parkı olsun, istər sabah CC layihələri gələcəkdə Azərbaycanın belə deyək də regional texnoloji mərkəzə çevrilməsi üçün hansı addımlar atılacaq? Qeyd etdiyim kimi, ümumilikdə sabah CC layihəsinin və yüksək texnologiyalar parkının əsas məqsədi Azərbaycanda dediyim kimi bu innovasiya məhsulunun, innovasiya xidmətinin artırılmasıdır. Bunun üçün də biz bir sıra layihələr, bir sıra addımlar edirik. Bugün biz onların çoxsuna toxunduq və regional, qlobal anlamda rəqabət qabiliyyətli olmamız üçün biz düşünürük ki, sabah CC kimi layihələr olduqca önəmlidir. Çünki bu infrastruktur yaradır, bu insan kapitalının inkişafına töhfə verir, qeyd etdiyim layihələr. Maliyyələşməyə çıxışa dəstək göstərir, elmi tədqiqatların kommersiyalaşmasına, venture fəaliyyətlərinə dəstək göstərir, sənayenin və dövlət sektorunun aktivləşməsini bu sahədə təşviq edir və həmçinin beynəlxalq ekosistemlərlə, beynəlxalq innovasiya ekosistemləri ilə əməkdaşlığı gücləndirir. Yəni bu 5 istiqamət üzrə fəaliyyət düşünürük ki, kifayət qədər önəmlidir və hər istiqamət üzrə doğru nəticələr, doğru hədəflər qoyulmalıdır. Düşünürük ki, biz onları qoymuşuq və o hədəflərə doğru gedirik. Amma bir şey də anlamaq lazımdır ki, bu çox qısa zamanda burada ilk nəticələr əldə etmək olduqca çətindir. Çünki innovasiya sahəsi, elmi tədqiqat sahəsi, bunlar elə bir sahələrdir ki, burada bir gündə, bir ildə, 2 ildə hər hansısa bir böyük uğurlar əldə etmək olduqca çətindir. Ümumiyyətlə təhsil sahəsi belədir. Biz bugün atdığımız addımların nəticəsi yəqin ki, orta və uzun müddətdə görə biləcəyik. O baxımdan düşünürəm ki, burada biraz səbirli olmalıyıq və addım ataraq onun nəticəsini əldə etmiriksə, nə motivasiyamız itməlidir, nə də ki, daha az işləməliyik. Biz daha çox işləməliyik, çünki dünyada ümumiyyətlə bu sahədə rəqabət olduqca yüksəkdir.
ölkələr arasında, regionlar arasında olduqca yüksək rəqabət var və bu rəqabətdə üstünlük əldə etmək üçün biz dayanmadan, durmadan illər ərzində belə deyək, bir formada desək, bir əziyyət çəkməliyik. Və yalnız o halda biz orta və uzun vadədə yüksək nəticələr əldə edə bilərik. Və son olaraq istərdim ki, Təhsil TV kameraları vasitəsilə Sabah City-yə gəlmək istəyən, belə deyək də, startapçılar olsun, elmi tədqiqat sahəsində çalışan alimlər olsun. Onlar öz ideyaları ilə Sabah City-yə gələndə onları hansı yol gözləyir, nələr gözləyir? Düşünürəm ki, çox üzr istəyirəm, bir çağırış kimi istərdim edəsiniz. Onları düşünürəm ki, yəni biz əlimizdən gələni edirik ki, onları çox maraqlı, çox yaxşı, çox məhsuldar bir yol gözləsin. Bu istiqamətdə dediyim kimi həm özümüz, həm də ki digər dövlət və özəl tərəfdaşlarımızla birlikdə əlimizdən gələni edirik, müxtəlif layihələr üzərində çalışırıq. Və düşünürük ki, bunların nəticəsi də qısa zamanda ictimaiyyətə açıqlanacaq, qısa zamanda orada bəlli bir yaxşı xəbərləri eşidəcəyik. Sabah City layihəsinin açılışı çox yaxın zamanlarda planlaşdırılır. Konkret bir tarix demək istəmirəm. Sualım elə olacaq ki, bəlkə bir tarix var. Konkret bir tarix demək istəmirəm, amma düşünürəm ki, olduqca yaxın zamanda bu ictimaiyyətə açıqlanacaq və o açıqlanandan sonra bizim qapılarımız bütün bu icmaya, elmi tədqiqatçılara, startapçılara, təhsil müəssisələrinə, sənayeyə açıq olacaq. Və hətta biz də gedib onların qapılarını döyəcəyik ki, onları cəlb eləyək. O baxımdan hamını bütün bu ekosistemi dəvət edirəm Sabah City layihəsində aktiv iştirak etməyə və bu Sabah City-nin bir parçasına çevrilməyə biz də əlimizdən gələni təbii ki edəcəyik. Nihat bəy, çox təşəkkür edirəm sizə ki, özəl müsahibənin qonağı oldunuz, dəvətimizi qəbul etdiniz və sizə komandanıza uğurlar arzu edirik. Biz də səbirsizliklə gözləyirik Sabah City layihəsinin açılışını. Təşəkkür edirik bir daha. Çox sağ olun, təşəkkür edirəm. Belə dəyərli izləyicilərimiz, bununla da özəl müsahibənin növbəti buraxılışı sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin qonağı bugün Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov idi. Görüşmək ümidi ilə, sağ olun.